Salam əziz şagirdlər, əziz abituriyentlər. Bu videoda mən sizə isim bölməsində maraqlı bir sualın izahı verəcəm. Demək, 27-ci sualda deyir ki, zehin sözünə əsasən cədvəldəki düzgün fikirləri müəyyən edin. Təsirlik halda olan isimdirsə, adlı halda olan isimdirsə. Təsirlik halda olan isim olanda zehni kökdəki i düşəcək, adlıq halda zehin sözü olduğu kimi qalacaq. İkinci ecasındakı sahib düşmür. Fikir yanlışdır, bizdən düzgün fikir istəyir. Çünki alınma tipli fikir, sətir, ətir, zehin, bu tipli sözlər, sinif, bu tipli sözlərdə həm hal, həm də mənsub şəkilçisi qəbul edəndə ikinci ecasındakı deməli sahib düşür. Təbii ki, bu sahiblə başlayan şəkilçilərə aiddir. İkidə nə deyir? İkicalıdır, cümlədə xəbərin ifadə vasitəsi ola bilməz. Bəli, doğru fikirdir. Görürük ki, ikicalıdır. Təsirlik halda heç vaxt xəbərin ifadə vasitəsi ola bilməz. Yəni, xəbər vəzifəsində çıxış edə bilməz. Adlıq halda olan isimdirsə, mübtədən ifadə vasitəsi ola bilər. Bəli, doğru fikirdir. Adlıq haldadırsa, mübtədən ifadə vasitəsi olar. Elə mübtədən birbaşa ifadə vasitəsi əsasən adlıq halda olan isimlərdir. Yərlik halda olan isimdən ayrı işlənə bilməz. Bu isə yanlış fikirdir. Yəni, yərlik alınan adlıq hala nə aidiyyəti? Ona görə cavabımız olacaq 2 və 3. Bu tipli videoların gəlməyini istəyirsinizsə, kanalımıza abunə olun, bəyənib paylaşın.